Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə, Məlik Əsgərov küçəsində marşrutdan təxmini hardasa 300-400 metr məsafədə qapının ağzına qədər asfalt olan ərazidə demək, hörmətli izləyicilər, 3 otaqlı bir, tam təmirli bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətində videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırılan bura həyətyanı sahəsidir. Ev sahibi sadəcə əl qapısı qoyub, buradan da giriş darvazası qoymaq mümkündür. Keçən də evin içi ilə tanış olaq. Nəzərinizə çatdırıram ki, ev təmiri vəziyyətdədir. Daxil oluruq buradan evin içinə. Girən kimi buradan balaca bir dəhlizdir. Üzbəüz sanuzeldir. Sular yandırdıq. Demək buradan. Bura sanuzel hissəsidir. Gördüyünüz kimi aksesuarlar da ev sahibi tərəfindən qiymətlərin danışığından asılıdır. Buradan girən kimi qonaq otağı da hörmətli izləyicilər. Demək burada mətbəxlə qonaq otağı bir. Yəni buna studiya deyirlər. Zanla mətbəx ikisi bir yerdədir. Burada bir dənə yataq otağıdır. Gördüyünüz kimi yataq otağı da təmiri vəziyyətdədir. Buradan da keçirik bir yataq otağına. Qapıları ağ qapılardan istifadə olunub, açıq aboylardan istifadə olunub, kombi sistemlər çəkilir. Evin arxasından da buradan gördüyünüz kimi də, yəni məsafə var, haradasa pəncərədən də tam rahat işıq düşür evin içinə. Hörmətli izləyicilər, demək haradasa ev, demək 1.5, 1.6 sotun içində inşa olunub. Əlavə də kim istəsə gələcəyə də artıra da bilər, yəni boş torpaq sahəsi var, əlavələr artırma mümkündür. Demək, kimlərsə evini satmaq istəyirsə 055 389 38 08 nömrəsi ilə əlaqə saxlasın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, TikTok'da, Instagram'da seçal əmlak, yəni seçib almaq mənasını daşıyır. Burada bu səhifələrə daxil olursunuz. Orada istədiyiniz qiymət evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırıb, kodları götürmək yaddan çıxmasın. Hörmətli izləyicilər, evin qiyməti də 57.000 start qiymətdir. Real olacaqsa indirim olmağına birbaşa sahibi ilə danışacaqsınız. Son sözü də ev sahibi deyəcək, hörmətli izləyicilər. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah olmayanlara gözəl evlər qismətləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.